Sabah yağış yağacaq, külək güclənəcək, proqnoz açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə martın 17-sində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə havanın az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 8-13 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 5-10 dərəcə isti olacaq.